Salam əziz izləyicilərim, kanalıma xoş gəlmişsiniz. Bugünkü videomda çox dadlı xaçapurilərin hazırlanmasını sizinlə paylaşıram. Qatları tel-tel sayılan, üstü xırçıltılı, çox dadlı bir xaçapurilər alınır. İlk hazırlayan xanımlar belə bu reseptlə çox asanlıqla xaçapuri hazırlaya bilər. İndi keçək xaçapurinin hazırlanma qaydasına. Xəmir üçün əvvəlcə ərzaq qabına 200 ml stəkanla ilıqdan biraz isti 1 stəkan su tökürəm. Üzərinə yarım çay qaşığı şəkər tozu, 1 çay qaşığı da instant quru maya əlavə edirəm. Şəkər tozu ilə maya əriyənə qədər qarışdırıram. Maya tez əriyən maya olduğu üçün gözlətmirəm. Mayalı qarışımın üzərinə 2 ədəd sındırdığım yumurtanın bir bütük, bir də birinin ağını əlavə edirəm. Sarısını üstü xaçapurilərin üzəri üçün qoyuram bir kənara. 50 qram yumşalmış kərə yağı, 1 çay qaşığı da duz əlavə edəndən sonra bu ərzaqları da biraz qarışdırıram. 1 xörək qaşığı da xama əlavə edirəm, amma istəyə görə xamanı qatıqla da əvəz eləmək olar. Ərzaqların hamısını biraz qarışdırandan sonra un tökürəm. Un ələnmiş undur. Əvvəlcə bir hissəsin qaba töküb biraz qarışdırandan sonra qalan unu da töküb xəmir yoğururam. Ələ yapışmayan yumuşaq bir xəmir olmalıdır. Xəmir üçün 4 stəkan un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Çəki ilə təxminən 520-550 qrama qədər un gedir. Amma onun çəkisi növünə görə dəyişə bilər. Az ya da çox ola bilər. Belə gördüyünüz kimi ələ yapışmayan bir xəmir alındı. Xəmirin üstünü örtüb bir 50 dəqiqə mayalandırıram. Bu arada içliyi hazırlayıram. İçlik üçün duzlu pendir götürmüşəm 250 qram. 150 qram da kəsmik. Pendiri çəngəllə əzirəm. İstəyə görə rəndənin iri gözündən də keçirtmək olar. Mən elə çəngəllə əzirəm. Əzdiyim pendiri bir ərzaq qabına töymüşəm. Üzərinə də duzsuz kəsmiyi əlavə eləyib bunları da qarışdırıram. Pendir duzlu olduğu üçün mən duz əlavə eləmədim, amma əgər istifadə elədiyiniz pendir kəsmik duzsuz olarsa, onda duz əlavə eləyin. Xəmirim artıq demək olar ki, mayalanıb, havasını çıxardıram. Xəmiri bir yerə yığıram. Un səpdiyim dəzgahın üstünə qoyub, biraz da dəzgahın üstündə xəmiri yoğururam. Yoğuranda havası yaxşı çıxır. Pişəndən sonra mayanın qoxusu gəlmir. Xəmirə biraz uzun sov şəkil verib hissələrə bölürəm. Xaçapuriləri mən biraz iri hazırlayıram. Ona görə xəmiri 4 yerə böldüm, amma İstəyə görə çox rahatlıqla da 6 yerə bölüb 6 kündə hazırlamaq olar. Hazır kündələrini də üstün örtüb bir 10-15 dəqiqədə yerində mayalandırıram. Hazır kündələrdən götürüb un səpdiyim dəzgahın üstünə qoyuram. Üstünə də biraz un səpirəm. Yayıb yayma açıram. Xəmir yumşaq, mayalı xəmir olduğu üçün çox rahatlıqla da yayıb böyütmək olur. Arada lazım olanda yenə un səpib, genişləndiyi qədər yayıb iri yayma açıram. Yaymanın üstünə çəkmək üçün 150 qram ərinmiş kərə yağı götürmüşəm. Kərə yağı ərinmiş olmalıdır. Yağdan açdığım yaymanın üstünə əlavə eləyib fırça ilə hər yerinə yaxşı-yaxşı yağ çəkirəm. Yağlayandan sonra videoda göstərdiyim kimi yaymanın bir tərəfini üstünə gətirirəm. Açıq olan hissiyə də yenə yağ əlavə eləyib yağ çəkirəm. O biri tərəfində üstünə gətirib yağdan ona da fırça ilə yaxşı-yaxşı yağ çəkirəm. Hər iki tərəfin üst-üstə qoyub yağsız olan hissəni yenə yağlayıb 4 gün şəklində qat-qat xəmir hazırlayıram. Hazırlayandan sonra bir boş qaba qoyub soyuducuya qoyuram. Yaymaların hamısını eyni qaydada yağ çəkib, qatlayıb
Üst-üstə qoyub soyuducuda bir 10-15 dəqiqə yağın bərkiməsi üçün gözlədirəm. Keçirəm xaçapuriləri hazırlamağa. Ona görə ilk hazırladığım qat-qat xəmiri un səpdiyim dəzgahın üstünə qoyuram. Yayıb böyüdürəm. Hər iki tərəfə doğru yayıb böyüdüyü qədər yayıb genişləndirirəm. Hazırladığım içliyi də yenə 4 yerə bölmüşəm. Açdığım qat-qat xəmirin ortasına 2-3 xörək qaşığı pendirli içlikdən qoyub ortasına yayıram. Xəmirin kənar hissələrini ortaya doğru gətirib əlimlə sıxıb bərkidirəm. Hamısını eyni qaydada qat-qat xəmirləri yayıb böyüdürəm. Videoda göstərdiyim kimi kənarlarını əlimlə sıxandan sonra üstünə doğru biraz sıxıram. Xaçapuriləri hazırladıkça yağlı kağız sərdiyim formaya yığıram. Üstünü örtüb bir 10 dəqiqədə yerində mayalandırıram. Xaçapuri üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxa bilərsiniz. Ayırmış olduğum yumurta sarısından xəmirin üstünə çəkirəm. Hər yerinə yaxşı-yaxşı yumurta sarısı çəkirəm. Belə sadə də elə hazırlayıb bişirmək olar, amma daha gözəl, dadlı olması üçün yan hissələrinə çörək otu, ortasına da küncüt səpirəm. Bu qaydada hazırlayıb 180 dərəcəlik sobada 20-25 dəqiqə üstü qızarana kimi bişirirəm. İlk sobaya qoyduğum xaçapurilər artıq bişib, üstü çox yaxşı qızarıb, çox yaxşı qabarıb, çox gözəl xaçapurilər alınıb. Digər xaçapuriləri də bişirmişəm. Yoğurduğum xəmirdən mən 4 ədəd iri xaçapuri bişirdim, amma siz biraz xırda ölçülü 6 ədəd də bişirə bilərsiniz. Çox gözəl xaçapurilər alınıb. Altı, üstü çox yaxşı bişib. Üstü xırçıltılı. Qatları tel-tel sayılan çox gözəl xaçapurilər alınıb. Siz də hazırlayın ailəniz üçün. Əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyənməyi, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.